toydan çıxıb yatıblar, səhər üzü, yəni özü sürüb maşını, gəlib Kürdəmirə dönəndə verib atasına. Zərdab ərazisində elə bir mal çıxıb, duman olub, elə bir qəza baş verib. Oğlum xəbərcən elədi ki, ayana. Bəs Məftungil, əmin oğlu avariya düşüb. Zərdabda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var. DEM mediası xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şıxbağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Məftun Məmmədovun idarə etdiyi Toyota markalı minik maşını idarə etmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə avtomobildə olan sürücünün atası İntiqam Məmmədov və azyaşlı oğlu Tunar Məmmədov ölüb. Sərnişinlər Sona Məmmədova, Rəna Məmmədova, İntiqam Məmmədov, Uğur Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab rayon mərkəzi xəstəxanasına çatdırılıb. Özümü çırptım, öldürdüm ki, yalandır. Dedi, yox mama, yalan deyir. Sən gələdin, mənim arvadına kağız, nə xəbər var, deyir, səvir ol, heç nə yoxdur, heç nə. Məni anlatdılar. Sonra zəng elədi, oğlum deyir ki, əmin oğlu rəhmətə gedib. O birlər də yaraldı. Mən də girmişəm, əmi oğlunu qoymurlar yanına, deyir, moşdadır. Bunlar hara gedirlərmiş? Buradan Zərdabdan, Bakıdan Zərdaba gəlir. Əmim rəhmətə gedib, Qara Bayram hoca. Qapıdan yığışıb gedirlər, qapını təmizləməyə, eləməyə də, yəsiz qapıdır. Mal qara qonumu qoşur, malı qara sotdur. Deyir, gedək, Məftunun da toy varmış. Deyir ki, gec olacaq. Deyir, yox, toydan çıxaq, ellimizə gedək, təmizləyək, yığışdıraq, təmizləyək. Məftun kimdir? Məftun oğludur. Bu muğam müsabiqəsində zanda da iştirak edirik. Hə, bax, toylarda zanda, nə bilim mən, televizorda, radioda zanda oxuyur. Hə, bir. Uşaqların vəziyyəti nə yerdə? Uşaqları qoymadılar məni getməyə ora. Uşaqlar da deyir, yaraldı, yaman günlər. Yoldaşı zadı da iğnə vurublar, yatızdırıblar. Bircə Məftunu gördüm, dedi ki, kürəyimlə ağrıyır. Bunlar hamısı bir ailənin üzrə? Hə, bir ailədir, bir ailədirlər. Bakıdan Qaynatı atadır, oğludur, oğlun atanın yoldaşıdır, oğlun yoldaşıdır, 3 dənə balalarıdır. 7 nəfər olub, eləmi? Hə, hamısı birdən. Qeyd edək ki, qəzaya düşən avtomobilin sahibi Məftun Məmmədov müğənnidir və muğam müsabiqəsinin üçüncüsüdür. Şahidlərin verdiyi məlumata görə müğənni Bakıdan toydan çıxdıqdan sonra ailəsi ilə rayona gəlirmiş. Qəzanı isə müğənninin atası törədib. Bunlar mənim qızımdır, kürəkənimdir, bacımdır, yedinəmdir. Daha rəhmətə gedəndə yedinəmdir, bacımın yoldaşı. İndi vəziyyətləri necə olur? İndi vəziyyətləri, uşağın vəziyyəti pisdir, biri rəhmətə gedib, yəni... Uşağın hansı vəziyyəti pisdir? Balaca Tunarın. Tunarın vəziyyəti gəlirlər. Bunlar Bakıdan kəndə gəlirdilər. Toya. Yox, bizə elə-belə qonaq gəlirdilər. Çaxçıya, hə? Körp kəndə. Körp kəndə. Bəli. Gələndə yolda qəzada olub, maşın da atası sürülmüş, İntiqam rəhmətə gedən. Yəni, hadisə olub da. Dumanlı hava şəraiti ola bilərmi qəzaya səbəb? Yox, heyvan çıxıb qabağına. Qabağına heyvan çıxıb? Qoyun heyvanı çıxıb, bu da eşib, yox, sürətli olmayıb, nəsə, ofşim yığışdırmıyor da, reski tormuz verib, reski tormuz verib qoyun çıxan kimi. Elə bil ki, yəni, idarə etmədən çıxıbdır, sörüşüb, maşını sürəndə, yəni, Məmmədov İntiqam rəhmətə gedən olub. Bəs elə sürücü Məftundur, Məmmədov? Yox, Məftun toydan çıxmışdı. Akşam mənlə danışmışdı. Akşam Bakıda toyda idi. Hə, maşının yəsi Məftundur, amma atası idarə edib. Akşam Məftun toyda idi. O da deyir ki, toydan çıxacam, toydan çıxıb gələcək. Deyirdilər, gələcək. Bu torpaqla əlaqədar sənədlat verəcəkdi atası bura. Yəni, o da toydan çıxıb yatıblar, səhər üzü, yəni özü sürüb maşını, gəlib Kürdəmirə dönəndə verib atasına. Atası gəlib bu Zərdab ərazisində elə bir mal çıxıb, duman olub, elə bir qəza baş verib. Hazırda faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denas TV üçün.